Bugünkü gün işimiz gücümüz qutarıb camada qəlyanın nə demək olduğunu öyrədirik. Bugünkü gün işimiz gücümüz qutarıb camada qəlyanın nə demək olduğunu öyrədirik. Çox insanlar bu qəlyana durba qəlyanı, şılanq qəlyanı, trubka qəlyanı filan belə şeylər deyirlər. Sulu qəlyan sözü belə tarixə qeybət çəkilir. Ona görə biz başdan bunu öyrədirik ki, nəsə olsun. Baxın, hər kəsin başa düşəcəyi bir dildə deyirəm. Elmi şəkildə çox cəhətdən izah edə bilərəm bu qəlyanın nə olduğunu. Amma bir mənalı şəkildə bilin ki, qəlyan tütün məhsuludur. Xam malı tütündür, özü də tütündən əmələ gələn bir məhsuldur. Sizə təklif olunan bir məhsuldur. Qəlyan bir istirahətdir. Yeri düşəndə bahalı bir istirahətdir. Nəyə görə? Bir restorana gedib oturursunuz, yemək yeyirsiniz, bu sizin təbii ehtiyacınızdır. Su içirsiniz, bu sizin təbii ehtiyacınızdır. Amma qəlyan zakaz edib qəlyan çəkirsinizsə, bu sizin təbii ehtiyacınız deyil. Sadəcə bir zövqdür, bir istirahətdir. Mən şəxsən qəlyan çəkmədiyim günü özümü istirahət eləmiş saymıram. ChatGPT deyilən bir şey var. O çıxandan heç mənim telefonumda Allah and olsun yoxdur. O çıxandan bir çox qəlyançılar videolar çəkməyə başlayıblar. Çünki o ChatGPT-yə suallar verirlər və ChatGPT-in yazdığı cavabları video şəklində sizə çəkib paylaşırlar, özlərini bilikli göstərməyə çalışırlar. Amma elə deyil. Bizim çəkdiyimiz bütün videolar şəxsi təcrübələrimiz, şəxsi biliklərimiz və illər ərzində beynimizə dolan fikirlərdən əmələ gəlib. Onu da biz sizə ötürürük və bundan fəxr edirik. Siz də belə videoların adının gəlməyini istəyirsinizsə, mütləq izləməyə davam edin, bizi dəstəkləyin. Biz də sizin üçün əlimizdən gələn nə varsa eləyək.